Geçen dana başı. Bakma. Qədim Qəbələ Restoranlar şəbəkəsinin 4-cü mikrorayon filialında ocaqda xaş. Bəh. Qəbələnin çox məşhur bir yeməyi var. Yəqin ki, bunu Qəbələdən olanlar yaxşı bilirlər. Söhbət daş arasından gedir. Mən daş arası yemək üçün hər dəfə Qəbələyə getmişəm. Çünki bilirdim ki, Bakıda belə bir yer yoxdur. Sonra mənə dedilər ki, 4-cü mikrorayonda yerləşən Qədim Qəbələ restoranında eyni birəbir o daş arasından var. Bax, indi burada sizə o yeməyin hazırlanmasını təqdim edirəm. Gördüyünüz kimi birinci piyləri qardaş, belə deyək də, o düzdü, onun yağını aldı. Sonra başladı o yağların üstünə, o daşın üstünə ətləri düzməyə. Sonra bax, belə kartoflarını da düzür. Səliqəli şəkildə. Çox hazırlanması asan görünür. Bu Malik müəllimdir, Qədim Qəbələ Restoranlar şəbəkəsinin sahibidir. Özü şəxsən nəzarət edir. Deyir ki, o birəbir odağı hiss edəcəksiniz. Badımcanlar da düzülür belə səliqəli şəkildə, görürsünüz. Və burada pomidorlar da düzürlər. Qəbələdəkində pomidor deyəsən yox idi. Xatırladım, Qəbələdə lazada olur bu. Bax, belə biberlər də düzülür, rəngli biberlər. Bu da Qəbələdə düzülməmişdi, mən görməmişdim orada. Nə də orada sadə variantıdır. Burada isə qara çörək düzürlər, bu mənim xoşuma gəldi. Orada adətən zavod çörəyi düzürlər. Ən axırda isə bütün bu düzülənlər düzülüb qutarandan sonra belə ağır daşını qoyurlar üstünə. Bu Bakıda hazırlanmış versiyasıdır, amma dadı birəbirdir. Deməli, bunun qaydası var, çörək də orada. Burada da danışıram sizə yemək qaydasından. Badımcan, pomidor, mən əllə götürəm, əllə dəfə olur. Sonra da ətindən bir əl götürürsən. Bibərindən də bir əl qorxaq qoyuyor. Bibərindən də. Ətinə var, yumşaqlığa var. İsti. Məndən nə şişirəm? Qaydası budur. Baxsa o bir yerdə combul olur. Ocaqda quzu qovurma. Bəh. Soğanını da vururuq, yavaş-yavaş hazır olur. Soğan belə qəşəng qovrulur. Yavaş-yavaş. Yeməyimizin kartoşkası da vurulur belə.